enliklərin, daha doğrusu belə deyim də, hansı ərazilərin çayından su varmada istifadə olunmur? Kongo çayında. Kongo düz dedin. Bir də hansı olacaq? Kolumbiyanın Qurumuş su gözdə. Yox. Orada yazılmıyıb. Həqiqi. Nildən istifadə olunur. Hansı ərazilərin, hansı enliklərin, hansı ərazilərin çayından su varmada istifadə olunmur? Subtropik. Bax, Kongo dedin. Kongo hansı enlikdir? Ekvatorial. Ekvatorial. Ekvatorialın bir də qütbə yaxın ərazilərin çayından su varmada istifadə olunur. Niyə? Duzludur çünki. Vay. Şirindir. Azdır. Bosna olduğuna görə də. Yağıntı ilərisinə çox düşür həmdə. Su varmaya ehtiyac olar. Vay hə yox. Qəşəng reaksiya. Su varmaya ehtiyac olar? Yox. Məsələn, Sibirin çayı. Sibirin çayları. Həmin ərazidə su varmaya ehtiyac olar? Yox. Bəli. Deməli, nə oldu? Ekvatorial enliklərin çaylarından su varmada istifadə olunmur. Və şimal qütblərə yaxın əraziləri. Məsələn, Şimali Amerikanın qütbə yaxın olan çayları hansılardır? Athabasca, Winnipeg. Göllər onlar. Yukon, Mackenzie. O Sibirin çayları da o Yenisey. Siz hangisini dediniz ki? Şimali Amerikan dedim. Yukondan Mackenzie'dir. Amma Sibirdə Ob, Yenisey, Lena, bunlardan da Pechora, Indigirka, Kalima, bunlardan da su varmada istifadə olunur. Bəs bu Ob, Yenisey, Lena dedik. Bəli. Yukon, Mackenzie dedik. Qış aylarında nə kimi istifadə olunur bu çaylardan? Elektrik üçün. Yox. İçmək üçün. Yox. Sağ ol. Sağ ol. Heyvanlara vermək üçün. Düzəlmə, vendiləmə. Ağac axıdılması yenə. Ayağım. Qış aylarında. Hı. Mən sual vereyim. Neyə bilərlər bu çaylardan qış ayda? Yayda gəmiçilik məqsədinə istifadə edirlər. Su varma. Dedik ki, su varmada istifadə edirlər. Şose yolu. O nə demək? Qışda donur o çaylar. Hə, üstündən maşınla keçmək olur. Bəli. Şose yolu kimi istifadə olunur. Balıqçılıq olmaz ne? Donan çayda necə balıq yaşaya bilər sana?